Pinap və pul çıxarma tələsi. Giris var, cixis yoxdur. Dostlar, onlayn qumarda ən boyuq yalan budur. Qazandığını dərhal çəkə bilərsən. Əslində isə sən qazandığın an sənə oyuncu yox, bir dusmən kimi baxmağa başlayırlar. Baxın, pulunuzu sizə verməmək üçün hansı usullardan istifadə edirlər? 1. Verifikasiya, təsdiqləmə, cəhənnəmi. Pul yatıranda heç kim səndən şəxsiyyət vəsiqəsi istəmir. Amma pul çıxarmaq istəyəndə birdən-birə müqəddəs sənəd axtarışına çıxırlar. Şəxsiyyət vəsiqəsinin şəkli, kartın şəkli, hətta bəzən vəsiqəni uzunun yanında tut, bir ayağını qaldır, şəkil çəkdir kimi gülünc tələblər irəli sürürlər. Məqsəd sizi bezdirmək və vaxtı uzatmaqdır. 2. Texniki problem naqili. Ödəniş sistemində nasazlıq var. Bank tərəfindən rədd edildi. Sorğunuz növbədədir. Bu cümlələr Pinapin ən çox istifadə etdiyi yalanlardır. Əslində heç bir texniki problem yoxdur. Onlar sadəcə ümid edirlər ki, sən gözləməkdən yorulub o pulu yenidən oyuna qoyacaqsan. 3. Psixoloji tələ gözləmə müddəti. Onlar pulu bilərəkdən 2-4-4-8 saat və ya daha çox gözləmədə saxlayırlar. Niyə? Çünki bilirlər ki, asilligi olan insan o pulun hesabda durduğunu gördükcə dozmayacaq. Sən o pulu çəkməkdən imtina edib, cancel withdrawal, yenidən fırlatmağa başlayana qədər sənə o pulu verməyəcəklər. 4. Hesabın qayda pozuntusu ilə bağlanması. Əgər boyuq məbləğ udmusunuzsa, şirkət ən qısa yolu seçir, hesabı bloklamaq. Səbəb isə standartdır. Siz şübhəli fəaliyyət göstərmisiniz və ya sistemimiz sizi bot kimi qəbul etdi. Heç bir sübut yoxdur, şikayət edəcəyin ünvan yoxdur. Sənin qazancın bir saniyədə yox olur. Nəticə, Pinapda balansındakı rəqəm pul deyil, sadəcə ekrandakı piksellərdir. O pul sənin kartına girməyibsə, sən heç nə qazanmamısan. Onların sistemi səni udmağa yox, uduzduqlarını geri qaytarmağa proqramlanıb. Bu mətin sənin ucun